Selamun Aleyküm əziz izləyicilər. Xoş gördük sizi 3 nöqtə podcast kanalımızda. Podcast kanalımızın bugün ilk video çəkilişini eləyəcəyik. Sizinlə mən Yusif Ədilzadə, ailə münasibətləri üzrə ekspert, təlimçi və eyni zamanda əlimdən gəldiyi qədər bu cür gözəl layihələrdə iştirak etməyə çalışan biri olaraq sizinlə buradayım. Bu layihəmizdə sizinlə müxtəlif kitablar haqqında danışacağıq. Daha doğrusu sizinlə deyil, siz bizi dinləyəcəksiniz. Biz burada mütəxəssislərlə bərabər kitabları müzakirə eləyəcəyik. Kitabların mövzusu nədir, necə ərsəyə gəliblər, onlar hansı nüanslara toxunurlar, bu kitabları oxusaq buradan nələr əldə eləyəcəyik, oxumayanlar nələri qaçıracaqlar. Və içəridəki mövzulara mütəxəssisdən baxmağımızda bəzən kitabın deyindiyi, bəzən isə kitabın deyinməyib yanından keçdiyi məsələləri biraz daha müzakirə etməyimizə səbəb olacaq. Eyni zamanda bizim bir fərqimiz var digər kitab müzakirələrindən ki, biz, yəni mən və burada mənimlə bərabər kitabı müzakirə eləyən mütəxəssis əvvəlcədən kitabı oxuyub bura gəlirik. Bilavasitə kitabın tamamından xəbərdarıq və hazırlıqlı bir şəkildə hər ikimiz kitabı oxumuş olaraq gözəl bir müzakirə eləyirik. Ümid edirəm ki, bu sizin üçün faydalı olar. Bugünkü kitabımız isə ki, bu bizim ilk kitabımızdır. Və bu kitabı biz bir neçə mütəxəssisdən müzakirə eləyəcəyik. Bugün isə sadəcə bir mütəxəssisimiz var və o bizə birazdan sizə bəhs edəcəyim mövzular haqqında məlumat verəcək. Kitabı mən sizə təqdim edeyim. Kitab Valideyn-uşaq münasibətləri kitabıdır ki, bu kitab bir heyətin işidir, bir neçə müəllifi var və bu müəlliflərin həm tələbəsi, həm tanışı, dostu olmuş, onlarla bərabər vaxt keçirmiş, kitabın necə ərsəyə gəldiyi haqqında məlumatı olan və bu mövzuda beynəlxalq təcrübəyə sahib olan Anar Yusifzadədir. Bəs biz niyə Anar müəllimlə bu kitabı müzakirəyə başlayırıq? Anar müəllim burada Abdülhamid Əbu Süleyman oxuduğu Malezya Universitetində rektor vəzifəsində çalışıb, eyni zamanda Ömər Ət-Talib həmin universitetdə müəllim olaraq çalışdığı üçün Anar müəllim onlardan tanışlığı var, onları tanıyır, mövzu ilə əlaqəsi var. Kitabın istər ərsəyə gəlməsində, istərsə də kitabda mövzusu bəhsi keçən Ailə İnstitutu haqqında Anar müəllim daha məlumat sahibidir və bizi burada aydınladacaq inşallah. Həm də Anar müəllim ailəlidir. Bəli, ailəlidir. O da mövzuya bir aidiyyəti valideyndir. Yəni, bir valideyndir, bəli. Bəli. Kitab bu arada hər nə qədər adı valideyn-uşaq münasibətləri olsa da, ailə daxilində cüt münasibətlərinə, yəni ər-arvad münasibətlərinə də deyinir, hətta geniş bir şəkildə deyinir. Çünki biz bilirik ki, valideyn-uşaq münasibəti valideynlərin öz arasındakı münasibəti olmadan mümkün olan bir şey deyil. Belə, başlayaq. Anar müəllim, xoş gəlmisiniz. Xoş gördük. Çox sağ olun təqdimatınıza görə. Deməli, doğru buyurdunuz. Mən həm Abdülhamid Əbu Süleymanı şəxsən tanıdığım bir insan idi. Çox dəyərli bir alim, çox dəyərli bir ağsaqqal, çox dəyərli bir ata fiquru idi. Yəni o sadəcə belə deyək, öz uşaqları üçün ata deyil idi. Bizim üçün də, yəni bizlər üçün də, biz universitetə gələndə bizlər üçün daha çox ata rolunu oynayırdı. Çünki ata qədər belə deyək də diqqət ayırırdı. Yəni o tələbələrə, xüsusilə də xaricdən gələn tələbələrə. Çünki o vaxtı, yəni mən Malaziyaya gedəndə bu 98-ci il idi, 98-ci ilin əvvəli idi və 98-ci ilin əvvəlində ümumiyyətlə Malaziya haqqında, yəni bugün əlbəttə ki, bizə çətin görsənir də. Yəni biz deyirik WhatsApp var, nə bilim Google var, Skype var. Yəni biz artıq araşdıra bilirik. Əvvəlcədən getdiyimiz ölkənin belə deyək də xüsusiyyətlərini belə öyrənə bilirik. Yəni hər şeyini də öyrənə bilirik. Artıq bu bir Google deyilən bir axtarış sistemi var. Nəinki Google, başqa axtarış sistemləri də var. İndi ən populyarı Google-dır. Amma o vaxtda elə bir şey yox idi. Yəni biz əlbəttə ki, mən Malaziyaya gedəndə yəni ensiklopediyadan, yəni belə deyək də o ensiklopedik lüğətlərdən ancaq nəsə götürə bilirdik və yaxud da qəzetdə hansısa məqalə çıxırdısa, yəni Malaziya haqqında və yaxud da qil və qal deyirlər də, yəni o insanların dediyi, insanların danışdığı məsələlər vardı. Misal üçün mənə gələn o idi ki, Malaziya daimi baharın olduğu bir ölkədir. Bu bir. Onu bir nəfər demişdi. Sonra ora gedəndən sonra öyrəndim ki, tam da belə deyil. Daimi isti yayın ölkəsiymiş. Yəni 365 gün orada elə bir ki, isti yay davam eləyir. Qışda necə olur? Qışı da yəni istidir. Yəni il boyu yəni bir fəsil var.
Düzdür, malalar deyirlər ki, onların 4 fəsli var. Deyirlər ki, bizdə də 4 fəsil var. Günəşli, çox günəşli və yağışlı, çox yağışlı. Yəni onlar da özləri dedim, onda bizdə 100 dənədir ki, yəni qarlı, çox qarlı və s. Yəni bizimkinə elə ki, aid eləsə bizdə daha çox mövsümlər çıxar. O ki qaldı bizim o vaxt getdiyimizdə dedim, hə bu bir eşitdiyim məsələ idi. İkinci eşitdiyim məsələ isə o idi ki, orada 3 fərqli irq yaşayır və onlar da öz aralarından 5 ildə bir, yəni Malaziya böyük bir harmoniya ölkəsidir, belə deyək. Niyə? Çünki orada o 3 irq 5 ildə bir öz aralarından özlərinə lider seçirlər və ona görə də o 5 ildən bir elə ki, onları idarə eləyir, fərqli irqin nümayəndəsi. Ora getdikdən sonra öyrəndim ki, bu da bir qədər yanlış idi. Belə deyək, orada Malaziyada doğrudur, əsas 3 irq yaşayır. Biriləri, demək, birincisi Malaylardır, ən çox olanlar. Ondan sonra Çinlilərdir və sonra Hintlilərdir. Amma onlar öz aralarından belə deyək də lider seçmirlər. Yəni o 5 ildən bir orada kral seçilirmiş. Yəni Malaziyanın 13 ştatı var. 13 ştatının 9-unda sultanlar var. O sultanların arasından 5 ildə bir nəfər, yəni o bir sultan olur kral. Yəni, ümumi Malaziyanın kralı. Yəni Malaziya konstitusional monarxiyadır. Parlamentar bir ölkədir. Orada baş nazir var. Yəni prezident yoxdur. Və yəni bu iki şeyi ancaq öyrənmiş ola bildim Malaziya haqqında. Və ora getdiyimizdə əlbəttə ki, bir çox çətinliklərlə üzləşdik. Yəni bu çətinliklər fərqli idi. İstər maddi, yəni fərqli puldan istifadə edirsən, fərqli insanlarla görüşürsən, fərqli dildə danışırsan və gənc, ümumiyyətlə 17 yaşında bir tələbə üçün, mən o vaxt 17 yaşında getmişdim və məndən əvvəl gedən tələbələrdən də öyrəndim ki, Abdülhəmid Əbusüleyman həqiqətən bir ata fiquru idi onlar üçün də. Yəni Dağıstandan gələn məsəl üçün tələbələr ümumiyyətlə zənn etmişdilər ki, onlara hər şey orada veriləcək. Yəni onların inanın ki, paltarlarına qədər, yəni üst geyimlərinə qədər universitet tərəfindən pul ayrılmışdı və onlara ayrılmışdı. Yəni mənim halımda elə bir şey yox idi. Şükürlər olsun biz ehtiyatlı getmişdik. Yəni artıq ehtiyatımızı görərək getmişdik. Amma onların halında belə məsələlər də var idi. Yəni və Abdülhəmid Süleyman həqiqətən yəni onlara bir doğma kimi yanaşırdı və biz də, mən də gəldikdə, yəni orada belə deyək, müəyyən maddi çətinliklərlə üzləşmişdim və mənim stipendiyam, yəni o onu eşitdikdə, yəni ona gedib çatdırılanda, düzdür mən birbaşa şəxsən görüşməmişdim, amma ona gedib o məsələ çatdırılanda mənim stipendiyam çox tez, daha doğrusu təqaüdüm çox tez ayrıldı və hətta bir çox insan da təəccübləndi də. Yəni necə olur ki, sənə bir ayın içində elə bir ki, təsdiq gəlir və s. Yəni belə bir insanlarla belə deyək də bu dünyanı paylaşdıq zamanında, çünki artıq Abdülhəmid Əbusüleyman aramızda yoxdur. Yəni 2022-ci ildə, yanlış xatırlamıramsa, avqust ayında vəfat elədi. Allah rəhmət eləsin özünə. Amma digər iki müəllif, istər Hişam Talib, mən onun kitabları ilə özündən əvvəl tanış olmuşdum. Və onun oğlu Omar Hişam Talib, deməli, daha doğrusu Omar At-Talib, yəni onunla da şəxsən belə deyək də tanışdığımız olub. O da bizim universitetdə dərs deyildi sosiologiya fənnindən. Amma Hişam Talib müəllimin əsas o belə deyək də bizim məşhur olduğu, yəni bizim öyrəndiyimiz kitab, deməli indi TOT deyirlər ona, Training for Trainers. Və yəni təlimçilər üçün təlim. Yəni onun belə bir kitabı var idi, çox dəyərli bir kitabdır. Onun rus dilinə və Azərbaycan dilində də tərcümə olunmuşdu o vaxt 90-cı illərdə və mən o kitabdan müəllimi tanıyırdım və deyəsən 2017-mi, 2018-ci ildə şəxsən də tanışlıq qismət oldu. İstanbulda bir konfrans çərçivəsində biz tanış olduq və əlbəttə ki, dediyim kimi onun müəllif olduğu kitabları ondan əvvəl tanıyırdım. Yəni. Güzel. Ömər At-Talib də dediniz ki, onun oğludur. Bəli, Ömər At-Talib onun oğludur. Hal-hazırda Amerikada yaşayır. Uzun müddət Birləşmiş Ərəb Əmirlikliyində yaşayırdı. Malaziyadan sonra köçmüşdü, Birləşmiş Ərəb Əmirlikliyində yaşayırdı. Orada da hər getdiyim, yəni belə deyək də səfərlərim çərçivəsində görüşürdük, danışırdıq. Çox maraqlı bir insandır. Yəni ümumiyyətlə araşdırmaçı bir insandır. Beyni açıq, işləyən, belə deyək də. Bəzən əfsuslar olsun ki, bir çox insanlarla biz görüşdüyümüzdə qapalı olurlar. Müəyyən mövzuları açıq deyirlər. Yəni bu insanın indi belə deyək də qərb toplumunda böyüyüb. Əslində bu kitab həm də onun haqqındadır.
Yəni Hişam Müttalib həm də öz oğlunu necə yetişdirib, oğullarını belə deyək də. Çünki o 67-ci ildə doğulub, 68-ci ildə artıq atası oxumaq üçün köçmüşdü Birləşmiş Ştatlara və Birləşmiş Ştatlarda istər-istəməz artıq öz oğlunu necə yetişdirib, bəlkə də onun haqqında fərqli bir mədəniyyətdə, bəli, fərqli bir mədəniyyətdə öz mədəniyyətini, öz dəyərlərini necə qoruyur bilib, yəni onun haqqında bir kitabdır. Müəllim, mən keçəcəm indi müəlliflərin kitabdan əlaqələrində sizə sual verəcəm inşallah. Amma mən bir dənə istəyirəm ki, siz aydınladasınız, təbii şəxsimə yox, amma izləyicilərimiz üçün də bu ərəblərdəki Əbu kəlməsi, Əbu Süleyman, Əbu Əhməd dediyimiz yaxud kəlmələrin başındakı adların başında bu nədir? Bunun üçün ad, künyə və ləqəblə əlaqəli bir qısa açıqlama eləsəz sevinərəm. Yəni yenə də bildiyim qədərilə bu daha çox ləqəbdir. Yəni onlar ki ilk uşaq doğulanda, elə ki ilk uşaq kimdirsə, yəni onun adı ilə. Məsəl üçün mənim ilk qızımın adı Məryəmdir, mənə Abu Məryəm deyirlər. Yəni mən ərəblərlə qarşılayanda ilk onu soruşurlar ki, ilk uşağın adı nədir? Və məsəl üçün dedikdə artıq öz adından deyil, yəni artıq uşağın, elə ki filan kəsin atası. Belə çağırırlar da səni. Yəni məsəl üçün məndə indi Məryəm idi ilk qızımın adı. Ona görə Abu Məryəm və yaxud da Məryəmin atası. Və öz aralarındadır. Yəni və bu fərqi yoxdur. Bu qız ola bilər, oğlan ola bilər, fərqi yoxdur. Yəni onunla elə ki çağırırlar. İndi Abu Süleyman da əlbəttə ki atasının belə deyək də Süleymanın atası deməkdir. Yəni bu bir künyədir, bu bir belə deyək də ləqəbdir. Yəni ərəblərdə bir adətdir. Yəni ancaq uşaqlara atasının adını çağırır. Bizdə məsəl üçün daha çox uşağa filan kəsin oğlu gəl bura. Hə, məsəl üçün nə bilim Süleymanın oğlu gəl bura. Çünki bəlkə öz adını xatırlamır, amma atasının adını dəqiq xatırlayır. Ona görə o atasının adı ilə çağırır. Amma onlarda həm də uşaqların adı ilə elə bir ki çağırma. Amma bəzən bu həm də bənzətmə olur. Məsəl üçün biz bilirik ki, Həzrət Əliyə məsələn Abu Turab deyirdilər. Amma Abu Turab bu əlbəttə ki, yəni Turab bilirik ki torpaqdır. Yəni bəzən də bənzətmə ki, torpağa belə deyək, bəlkə yaxınlığındanmı, yəni belə deyək, fərqli səbəbdən fərqli ləqəblə də səni çağıra bilirlər. Yəni Cəhalətin atası kimi. Və yaxud da Abu Cəhil və bəli, və yaxud da əvvəlki adı özü də Abul Hikmə olub. Amma ondan sonra müsəlmanlar onun adını dəyişdirib deyiblər ki, bu Abu Cəhildir. Yəni bu hikmətin atası deyil, bu cəhalətin atasıdır. Yəni və burada dediyim kimi, yəni bu səbəb bir şeyə bağlı olmağı, bir şeyə daha çox meyl etməsi, yəni onu artıq o adla belə deyək də əlaqələndirir. Əlaqələndirirlər. Bu ərəblərin özlərinə məxsus adlar. Bəli, bəli, ərəblərin özlərinə məxsus bir şeydir. Keçək müəlliflərin mövzuna əlaqələrinə. Müəlliflər özləri hansı sahədə çalışırlar? Çünki mənim marağımı cəlb elədi oxuyarkən onların həyatları haqqındakı sanki fərqli bir sahədə çalışıblar əvvəl və dəstələyiblər. Amma kitab valideyn-uşaq münasibətləri, yəni bir növ pedaqogika sahəsindədir. Onların öz sahələri nədir və bu sahənin əlaqələri nədir? İstər Hişam Müttalib və yaxud da bir çox başqa müəllimlər, indi onların da bəzilərinin adını çəkəcəm. İstər Abdülhəmid Əbu Süleyman, yəni bunları birləşdirən nə idi? Əlbəttə ki, Hişam Müttalib məsəl üçün ümumiyyətlə texniki mövzuda belə deyək də, elektrotexnika və s. belə şeylər, yəni o ixtisasda oxuyub. Amma yəni oğlu məsəl üçün sosiologiya oxuyub. Yəni biraz mövzuya daha yaxındır. Amma Abdülhəmid Əbu Süleyman məsəl üçün daha çox siyasi elmlərlə məşğul olub. İndi bunların mövzuya aidiyyəti nədir dediyimizdə, bunların qarşılaşdığı bir problem var idi. Yəni bunlar hamı ərəb ölkələrindən və yaxud da müsəlman ölkələrindən qərbdə oxuyan tələbələr idi. Və qərb biz bilirik ki, yəni dəyər nöqteyi nəzərindən bizim ölkələrdən fərqlidir. Düzdür, biz də artıq, yəni bizim cəmiyyətlər də artıq bir çox qərbin dəyərlərini mənimsəməyə başladıq. Yəni bizim cəmiyyətlər də artıq dəyişməyə başlayıb. Amma zamanında, yəni onlar gedib oxuduqda, yəni bu biraz daha ənənəvi cəmiyyətlər idi. 1970-ci illər, 60-cı illər və s. Elə bil ki, bunlar da həmin o fərqliliklərlə qarşılaşanda, yəni bir növ bir çağırış sanki etdilər bir-birlərinə ki, biz nəsə etməliyik. Yəni biz birləşməsək, biz özümüzə o sub cəmiyyət yaratmasaq,
Yəni bizim uşaqlar artıq bizim uşaqlar olmayacaq. Belə deyək də çox fərqli. Digər cəmiyyətə inteqrasiya Bəli, olacaq. artıq biz onları itirəcəyik o digər cəmiyyətə ki, onun belə deyək də əslində misallarını da biz çox görürük. Yəni elə bizim cəmiyyətdə, məsələn, bizim cəmiyyətdə yaşayan ruslarla Rusiyada yaşayan ruslar çox fərqlidir. Yəni bizim cəmiyyətdə yaşayan ruslarla sanki bizim boyaya boyanıblar. Yəni daha çox Azərbaycanlı kimidirlər. Hətta mənim bir sinif yoldaşım var idi, qız idi. Yəni elə ki bunlar o 90-cı illərdə Rusiyaya köçəndən sonra və bilirik də ki, əfsuslar olsun ki, bir çoxları sanki qaçqın olaraq özlərini göstərirdilər. Sanki Azərbaycandan onları qovublar. Halbuki elə bir şey yox idi. Onlar bir neçə il sonra Azərbaycana qayıtdılar. Və o qonşular onun atasından soruşanda ki, bəs sən niyə Azərbaycana təzədən qayıtdın? Axı Rusiyaya getmişdin və s. Dedi ki, biz elə qonşuluqda dayanmışdıq, blokun qabağında mənim qızım keçdi, orada digər iki kişi dedilər ki, nə qəşəng qızım var və s. Başladılar artıq belə deyək də nalayiq sözlər istifadə eləməyə. Deyir, biz dava elədik və s. Və mən deyir, başa düşdüm ki, mən o cəmiyyətdə yaşaya bilmərəm. Yəni bu bir rusdur. Yəni belə deyək, amma bu rus artıq bizim boyaya boyanıb. Yəni artıq bir Azərbaycanlı kimi fikirləşir və onlar elə bir ki, geriyə artıq dönmüşdülər Azərbaycana. Yəni eyni şey bizim Azərbaycanlılar var ki, yəni misal üçün gedirlər başqa ölkələrdə yaşayırlar. Asilər Almaniyasından həm Rusiya, ən çox Rusiyadır, belə deyək və istər-istəməz o cəmiyyətin artıq mədəniyyətini və s. götürürlər. Mən bir neçə ailə tanıyıram ki, orada ata-ana misal üçün Azərbaycan dillidir, amma uşaqlar rus dillidir. Ümumiyyətlə heç dili götürə bilməyiblər. Və Azərbaycanlılar o bir tərəfdən yaxşı xüsusiyyətdir, bir tərəfdən də pis xüsusiyyətdir. Biz çox rahat assimilyasiya olunuruq. Yəni məsələn bugün Türkiyədə yaşayan Azərbaycanlılar, yəni uşaqları demək olar ki, Azərbaycanca danışa bilmirlər. Yəni artıq türkcə, yəni böyüklər birazca nəsə xatırlayırlar, eləyirlər, amma kiçikləri demək olar ki, artıq yəni onlar Türkiyə türkcəsini mənimsəyiblər və artıq belə deyək də itiriblər orada Azərbaycan türkcəsini. Ona görə də yəni bu istər-istəməz dönülməz bir prosesdir. Sən bir cəmiyyətdə yaşayanda istər-istəməz onun dəyərlərini götürürsən, onun belə deyək də xüsusiyyətlərini götürürsən, dilini götürürsən. Mən 2006-cı ildə özüm də Amerikada, Birləşmiş Ştatlarda oxuyanda orada Axıska türkləri köçmüşdülər. Onları Krasnodardan Amerika dövləti xüsusi olaraq 100.000 Axıska türkünü öz vəsaiti hesabına gətirmişdi Amerikaya. Niyə? Çünki onlar onu araşdırıblar ki, Axıska türkləri kriminala ən az meyl edən cəmiyyətlərdəndir. Yəni dəfələrlə köçüblər fərqli ölkələrə və s. Yəni dəfələrlə problem yaşayıblar, amma yəni kriminala üz çevirməyiblər də. Yəni belə deyək də kriminal olmayıblar. Oğurluq və s. belə şeylər olmayıb və araşdırıblar ki, o niyə elədi? Çünki ondan çox güclü icması var. Yəni onları icma qoruyur. Yəni öz aralarında onlar toplanırlar, eləyirlər, o dəyərlərini qoruyurlar. Amma o cəmiyyətin belə mən orada gördüm ki, onların cavanları artıq pozulmağa başlayıb. Yəni Amerika çox o mənada çox təhlükəli bir yerdir. Pozulmağa çox münbitdir. Niyə? Çünki çox azadlıqlar var və nəinki azadlıqlar var, o azadlıqları məsələn sən öz ailəndə yenə də özünü qoruya bilərsən. Sən ailə institutuna belə qarışır. İstər Avropada, istər Amerikada. Yəni sən bir şey belə deyək, uşağına tənbih eləsən, uşağına nə bilim bir tərbiyəvi şəkildə nəsə bir hətta ağır bir söz desən, yəni elə vurmağı demirəm. Artıq uşaq səni rahat polisə şikayət edə bilir və polis də gəlib müdaxilə eləyir, uşağı ümumiyyətlə səndən alır. Ona görə bu cəmiyyətlərdə dediyim kimi bu əlbəttə ki, Trumpdan əvvəlki belə deyək də erada idi. İndi bəlkə də biraz fərqli olacaq, bilmirik. Ona görə bu cəmiyyətlərdə onlar yaşadıqda, yəni həmin müəlliflər başa düşdülər ki, biz nəsə etməliyik. Və nə etdilər? Birincisi birləşdilər. Və özləri fərqli ölkələrdən olsalar da, onları birləşdirən bir şey var idi, o da din. Yəni bunların arasında Pakistanlı da var, bunların arasında ərəblər də var ki, ərəblər də bilirik ki, fərqlidir, İraq ərəbi var. Bunların arasında kürdlər də var idi, yəni İraq kürdləri, Türkiyə kürdləri, Türkiyəlilər var idi bunların arasında və onlar nə qurdular? Muslim Student Association deyilən bir cəmiyyət qurdular birinci. Yəni müsəlman tələbələri birləşdirdilər və müsəlman tələbələrinin, yəni Qərbin belə deyək də o mənfi tərəflərindən danışdıq, amma müsbət tərəflərindən də gəlir danışaq. Müsbət tərəfləri də odur ki, orada haqlar tanınır. Müsbət tərəflərdən odur ki, sən bir şeyi tələb etdikdə o sənə verilir.
Və bunlar da müsəlman tələbə olaraq birləşdilər və universitetlərdən artıq başladılar müəyyən haqqları tələb etməyə. Məsələn, namaz otağı, nə bilim, belə deyək, Ramazan vaxtı misal üçün dərs vaxtlarının dəyişdirilməsini və s. Yəni öz dinlərinə uyğun və əlbəttə ki, bunu izah edərək, belə deyək də, müəllimlərə və yaxud da rəhbərliyə izah edərək bunları tələb etməyə başladılar və əlbəttə ki, bu haqqlar da onlara verildi. Gözəl. O ki qaldı bizim mövzu, yəni belə deyək, valideyn-uşaq münasibətləri, orada həm də bu cəmiyyət problemi var idi. Yəni mən uşağımı ümumi məktəbə qoyduqda, əlbəttə ki, o dediyim kimi onların boyasına boyanır. Artıq bu məsələ ortaya başladı çıxmağa ki və bu tələbələr artıq yaşlı tələbələr idi, belə deyək də. Bunlar magistratura, doktorantura tələbələri idi. Biz tələbə deyirik, amma çox da gənc deyillər. Yəni artıq bunların ailələri var, artıq bunların uşaqları var və onlar artıq yavaş-yavaş başladılar o belə deyək də, yenə də Amerikada, bəlkə Avropada da var, bilmirəm, amma Amerikada bu Sunday School proqramları var və yaxud da bazar günü məktəbləri. Bazar günü məktəbləri daha çox kilsə tərəfindən verilir. Yəni Amerika cəmiyyəti hər nə qədər açıq cəmiyyət olsa da, hər nə qədər belə deyək də o pozğunluğa meylli cəmiyyət olsa da, amma eyni zamanda çox mühafizəkardır. Yəni Amerikada hər cürə belə deyək də sən özünü ifadə eləyə bilərsən. Yəni o azadlıqlar var. Və o Sunday School və yaxud da bazar günü məktəbləri formatında onlar artıq deməli uşaqlara, yəni belə deyək də, məktəbdə təhsil sekulardır, dünyavidir. Amma sən dini təhsil və s. vermək istəyirsənsə, artıq o dediyim kimi bazar günü məktəbləri var və müsəlmanlar da artıq onu etməyə başladılar. Yəni yenə də cümə günü onu eləmədilər, elədilər bunu yenə də bazar günü, çünki yeganə istirahət günü bazar günü idi və bunu əlbəttə ki eləməyə başladılar. Məktəblər və s. sonra mərkəzlər qurmağa başladılar. Belə deyək də, bizə çox asan görsənir bu. Amma misal üçün də birimizin belə deyək də vəfat edəni olanda biz nə edirik? Yəni aparırıq məscidə, mürdəşirə biraz pul veririk, o yuyur, bastırır. Yəni hər şey belə deyək də artıq bunun formatı var. Amma sən elə bir cəmiyyəti gəlirsən ki, bunların heç biri yoxdur. Yəni buranın ənənəvi müsəlman bəlkə də sakinləri var, amma Amerika böyükdür. Yəni ola bilər ki, başqa ştatdadır, başqa bir yerdədir ümumiyyətlə. Ona görə bunlar artıq o işlərdə, yəni məscid, kiçik bir məscid, yəni belə deyək, birinci namaz otağından başladı, sonra daha çox ona indi hal-hazırda bir çoxları mədəniyyət mərkəzi deyir Amerikada. Məsələn, məscidlər daha çox mədəniyyət mərkəzləri olaraq fəaliyyət göstərir. Siz görə bilərsiniz ki, məsələn, üst tərəf 4 mərtəbəli villadır və məscidlər bizim məscidlər kimi deyil. Yəni minarəsi yoxdur və s. Hər hansı bir villa, evi götürürlər və yaxud da hər hansı bir köhnə obyekti götürürlər və onu çevirirlər məscidə. Üst tərəf həmişə məscid olur. Alt tərəflərdə isə, yəni bizim o xeyir-şər evləri kimi evlər olur. Yəni belə deyək də, həm toy orada olur, həm müəyyən şeylər. Və hal-hazırda o daha çox orada yaşayan milliyyətlərə, orada yaşayan o belə deyək də etnik mənsubluğa bağlı olan bir mərkəzlərə çevrilib. Məsələn, Bosniyalıların özlərinin var, Albanların özlərinin var, Türklərin əlbəttə ki, çox özlərinin var, Ərəblərin var və s. Bəzi, yəni mən hal-hazırki durumu deyirəm. İndi hal-hazırda əlbəttə ki, daha çox imkanlar var, daha çox belə deyək, o mərkəzlər və s. var, amma onlar getdiyi zaman bunların heç biri yox idi. Ona görə onlar birbaşa sosioloji, belə deyək də, o işlərlə məşğul olmağa başlamışdılar. Yəni özləri pedaqogika dedikdə əlbəttə ki, özlərini müəllim kimi də yetişdirirdilər. Çünki hər biri belə deyək, o bazar günü məktəblərində həm dərs deyirdi, yəni öz uşaqlarına və ətraflarına. Və ona görə də bunlar mövzu ilə əlaqələri o idi ki, bunlarda bir narahatlıq var idi və o narahatlığı ortadan qaldırmaq üçün mütləq mənada bunlara bir həll yolu lazım idi və onlar başa düşdülər ki, biz etməsək, bunu bizim üçün heç kəs etməyəcək və ona görə də özləri etdilər. Özləri etdilər. İkinci bir institutu diplomsuz oxudular. Bəli, elə də demək olar. Bəli. Bəli, kitabın ərsəyə çıxma mərhələlərində beləcə anlatmış olduğunuz təşəkkür edirəm. Deməli, keçək uşaq tərbiyəsinin müxtəlif ölkələrdəki modellərinə, bununla əlaqəli sizin öz təcrübənizdə
nələr var? Məsələn, Maleziyada olmusunuz, Amerikada olmusunuz, mən bildiyim başqa ölkələrdə də olmusunuz. Buralarda uşaq tərbiyələrinin əlaqəli Azərbaycanı da müqayisə eləyərək nələrin şahidi olmusunuz? Ümumiyyətlə tərbiyə dedikdə biz yəni belə deyək də müasir dövrlə o köhnə dövrü müqayisə eləməliyik. Yəni tərbiyə dedikdə hal-hazırda bizə öyrədilən tərbiyə odur ki, heç bir qadağa olmamalıdır. Yəni uşaq inkişaf eləməlidir. Uşağa maksimum o belə deyək də azadlıqlar verməlisən və uşağı sən hər hansı bir şeyə görə danlayanda, uşağı sən hər hansı bir şeyə görə qınayanda, yəni sən elə bil ki, onun qabağını kəsmiş olursan. Ona görə çox tolerant davranmaq lazımdır uşağa, ancaq gözəl sözlər demək lazımdır. Biz ancaq belə deyək də tərifləməliyik uşağı, yəni tənqid eləmək olmaz və s. Yəni ki, bunların hamısı əslində yəni və psixoloqlar tərəfindən bu deyilir və mənə çox maraqlıdır ki, yəni psixologiya elmini öyrənən insanlar bunu dedikdə, yəni öz belə deyək də sənədlərinə, öz oxuduqları ixtisasa xəyanət etmiş olurlar. Çünki psixologiyanın birinci və ya birincilərdən, birinci deməyim, amma birinci, yəni mənə görə ən azından birinci o meyarları biridir ki, odur ki, insanları motivasiya edən iki şey var. Mükafat və cəza. Və biz bilirik ki, bu ilahi yanaşmada da bu belədir. Yəni biz bilirik ki, Allah bizi tərif edəndə deyir ki, cənnət var və yaxud da bizi mükafatlandırmaq istəyəndə deyir ki, cənnətə meyl edin. Və biz özümüzü pis aparanda, günah işlədəndə də deyir ki, cəhənnəm var. Yəni ilahi yanaşmada belədir, dünyavi yanaşmada belədir. Amma bugün niyə görəsə psixoloqlar böyüklərlə danışdıqda elə bir ki, bu mövzunu başqa cür ələ alırlar. Amma uşaqlar haqqında danışanda niyə görəsə başqa cür ələ alırlar və onun məncə bir səbəbi var. Yəni bu ümumiyyətlə cəmiyyəti formalaşdırmağa çalışılır. Gələcək cəmiyyəti formalaşdırmağa çalışanlar nəzərindən elə insanlar lazımdır ki, narsist, yəni sabahları belə deyək də söz keçirə bilməyən ki, bugün biz bunu görürük. Yəni bugünkü cəmiyyətdə biz gəncləri motivasiya etmək çox çətindir. Düzdür, bu hər zaman belə deyək də atalar və oğullar, atalar və uşaqlar problemi olub. Hər zaman bir nəsil o bir, yəni belə deyək də böyük nəsil, kiçik nəsli başa düşə bilməyib. Çünki kiçik nəsil və yaxud da gənc nəsil daha passionardır, daha enerjilidir. Amma atalar daha hikmətlidir, daha oturaqdır. Ona görə onlar biraz daha yavaş qərar qəbul etmək üçün qərar qəbul etməyə meyllidir. Amma ümumiyyətlə bu tərbiyə məsələsinə biz gəldikdə məncə yenə də dediyim kimi, yəni həm ilahi, həm də dünyavi olan bu iki prinsipdən istifadə etmək lazımdır. Əlbəttə ki, uşaqlarımızı sevməliyik. Əlbəttə ki, uşaqlarımıza ən gözəl sözləri deməliyik. Əlbəttə ki, uşaqlardan əvvəl onların analarını və yaxud da analar ataları sevməlidir. Yəni evdə bir məhəbbət belə deyək də atmosferi olmalıdır. Yəni daima dığdıq içində yaşayan ailə uşaqlara çox pis təsir eləyir. Yəni ola bilər ki, sən ən yaxşı atasan, yəni ən çox vaxtı uşaqların üçün sərf edirsən və s. amma uşaqların anası ilə yola getməyəndə bu uşaqlar üçün bir travmadır. Ona görə də birinci növbədə və mən bunu həmişə demişəm, indi də burada da deyəcəm, yəni evlilik ümumiyyətlə kompromis bacarığıdır. Yəni sən bir insan evli olanda, əlbəttə ki, biz hamımız o türklər demiş taşfırın erkeği olmaq istəyirik, nə bilim, yumruğu qoydun mu belə olur və s. Amma yəni ailədə belə bir şey olmur. Hətta maraqlı bir şey danışım. Bizim Malayziyada oxuyanda indi tələbə idi və bir İbrahim abi var idi, Türkiyəli idi. O vaxtaşırı bizi yeməyə dəvət edirdi. O tələbə deyil idi, iş adamı idi. Və o evə amma çox belə sərt, çox yəni ümumiyyətlə işində və sairində, yəni belə çox sərt bir kişi idi. İndi bir gün gəldi, nəysə qışqıra xanıma deyir ki, nə bilim filan şey göndər və çox da xanımı da maşallah, yəni burdan məni eşidirsə, görürsə, yəni çox böyük salamlarımı çatdırmaq istəyirəm. Əfsuslar olsun ki, əlaqəmiz qopub. Yəni çox gözəl yemək bişirdi xanımı. Nəysə bu olduqda bir gün bizə gəldi, dedi ki, gənclər, siz belə mənə baxmayın, deyir. İndi mən sizin yanınızda özümü belə göstərirəm. Amma siz gedəndən sonra bulaşıqları mən yıxayacağım deyir. Yəni şey yoxdur. Siz elə bilərsiniz ki, deyir evlilik elə budur.
Yəni ancaq qışqırıq və s. ki, həqiqətən də bu yəni evlilik bir kompromislər bacarığıdır. Yəni və ona görə də birinci növbədə dediyim kimi tərbiyə üçün gözəl bir ata-ana modeli olmalıdır. Ondan sonra əlbəttə ki, uşaqlara biz yəni dediyim kimi məhəbbət, sevgi, diqqət və s. hamısını yetirəndən sonra amma həm də sərt üzümüz olmalıdır. Yəni bu sözü də bir yerdə eşitmişdim. İndi onu da sizə çatdıracağam. Bir türk deyəsən belə dəvətçisi idi. Yəni o çox gözəl bir söz demişdi. Demişdi ki, uşaqlarınızı məhrumiyyətdən məhrum etməyin. Bəli. Yəni bəzən biz uşaqlarımıza o və xüsusilə də belə deyək də o məhrum ailələrdə yaşayan uşaqlar özləri böyüdükdə deyir ki, məsəl üçün mənim atam maşın almırdı, mən oğluma bütün maşınları alacağam. Mənim oğlum olarsa mən ona nə bilim bütün avtomatları alacağam, bütün nə bilim samolyotları alacağam, təyyarələri alacağam və s. Amma o əksinə, yəni yaxşı bir şey deyil. Yəni uşaqlar ən zəngin ailədə yaşasalar belə məhrumiyyətin nə olduğunu başa düşməlidirlər. Yəni ki, bəzi şeylərə yox demək lazımdır. Misal üçün mənim indi 3 qızım var və 3 qızım da fərqli yaşlardadır əlbəttə ki. Və ən kiçiyi bəzən şuluqluq eləyir. Bacılarını vurur. Yəni əslində həmişə deyirlər də o evin son beşiyi ən çox sevilən, ən çox belə deyək də ən çox nazı ilə onaylanan olur. Amma mənim timsalımda məsəl üçün elə bir şey yoxdur. Yəni yoxdursa yoxdur. Məsələn, vurmaq olmaz. Yəni xüsusilə də bacıları, ya da atanı, ananı, başqalarını məsələn olmaz. Sən oynamaq istədiyin qədər. Nə bilim, istədiyin kimi nazınla oynayırıq və s. Amma bəzi sərhədləri sən aşanda əlbəttə ki, ona olmaz deyir. Hətta ağlasa belə, yəni belə deyək də anası düzdür, ürəyi dözmür. Amma dediyim kimi bu yanaşmanı mən bütün ölkələrdə görmüşəm. Yəni hansı ailədə bu balanslaşdırılmış yanaşma varsa, orada uşaqlar çox tərbiyəli böyüyür. Nə çox sıxılmış, belə deyək də, bəzən ata sıxır, yəni bəzən o belə deyək də, o ciddilik ifrat dərəcəyə çatır və ata elə bir səviyyəyə gətirib çıxardır ki, uşaq öz azadlığını 18 yaşını belə deyək də tamamlayan sonra qaçır. Uşaq çalışır ki, ata ilə, ana ilə ünsiyyətdə olmasın. Yəni dostları ilə, tanışları ilə, yəni fiziki olaraq sənin yanında ola bilər. Amma zehni olaraq artıq səninlə deyil. Artıq o azaddır. Və pul qazanmağa başlayandan sonra ümumiyyətlə sizin bütün bağlarınız qopur. Yəni o da dediyim kimi yenə də burada nə çox ciddi olmaq lazımdır, nə də çox aşırı dərəcədə belə azadlıq vermək lazımdır uşaqlara. Və bir misal da gətirəcəm. Bizim universitetin bir prezidenti var idi, rəhmətlik Sanusi Cüneyd. O elə bil ki, o müəllim çox zəngin idi. Uzun müddət nazir işləyib və s. yəni belə deyək də. Çin dilini mükəmməl bilirdi, Malay olsa da Çin dilini mükəmməl bilirdi, Beijing və yaxud da Pekin universitetində dərs deyirdi və s. dərs demişdi. Yəni bizim universitetin prezidenti seçilməmişdən əvvəl. Bir gün o bizi evinə dəvət elədi və məni heyran qoyan bir belə deyək də bir mənzərə ilə qarşılaşdım. Yəni o biz yemək yedik onun evində, yəni aktiv tələbələr olaraq o bizi evinə dəvət eləmişdi və biz yemək yedik. Yemək yeyəndən sonra o çay mərhələsində biz keçdik onun kitabxanasına. Kitabxana da məni heyran qoydu. Yəni evin zirzəmisində idi, 2 mərtəbəli idi. Yəni bildiyimiz ən şık, ən belə gözəl kafelərə bənzəyirdi. Yəni içində hər cürə şəraiti, yəni kofesi, çayı, nə bilim, nəyi və kitablar. Yəni bir çox dildə kitablar. Bəli, həqiqətən bəhbəh. Yəni bizim evdə də indi kitabxana olub, yəni biz Sovet İttifaqında böyümüşük, əlbəttə ki, kitab oxuma mədəniyyətimiz olub, amma bu məni həqiqətən heyran qoydu da. Yəni mən bir çox evlərdə olmuşam, bir çox kitabxanalar, belə də fərdi kitabxanalar görmüşəm, bir çox başqa kitabxanalarda olmuşam, kitab dükanlarında və s. Amma bu həqiqətən məni heyran qoydu. Amma onun haqqında danışmıram, yəni o kitabxana haqqında danışmıram, halbuki danışmış oldum. Orada məni onun
onun bir neçə də uşağı var idi. Ümumiyyətlə Malay ailələrində uşaqlar çox olur. Onun bir qızı gəldi, gördü ki, yəni kitabxanaya gəldi və kitabxanadan kitabxanaya insan niyə gəlir? Kitab oxumağa. Gördü ki, atasının qonaqları var və atasından icazə istədi ki, ata, bəs mən indi sənin qonaqların var, olar bu kitabı mən buradan götürüm və gedim filan otaqda oxuyum. Yəni mən dəhşətə gəldim. Yəni məsələn bizim evdə belə bir şey yox idi. Yəni istədiyin kitabı götürürdün, mən yataqda belə dəfələrlə kitablar oxumuşam. Hətta anam, atam, yəni o vaxtı belə deyir də, indi ata-ana uşaqları oxutdura bilmir. Bizi əksinə kitabdan ayıra bilmirdilər. Yəni yadımdadır ki, fənərlə belə yataqda, yastığın altında, yorğanın altında belə deyir də kitab oxuyurdum. Yəni gecələri. Ləmpə işığında. Yox, ləmpə deyil idi, fanar idi. Bildiyimiz yəni belə şey idi. Bəli. Yəni nəysə belə bir kitab oxuyurdum. Yəni ata-ana biz ayıra bilirdik, amma biz soruşmurduq da ki, olar mən yatağa bəs varım kitabı. Yəni bu o xanımın atasına birincisi o hörmət, belə deyək də, o yanaşma, yəni adamı heyran qoydu. Və dediyim kimi, yəni bu insan çox zəngindir. Yəni uşağı çox şımarıq, belə deyək də, çox qudurmuş ola bilərdi. Amma bu elə deyil idi. Yəni o ailədə və digər, düzdür, mən bir qızını gördüm, amma əminəm ki, o ailənin digər uşaqları da bu qədər tərbiyəlidir. Başqa bir misal da yenə də Malayziyadan verəcəm. Orada da bir xanım universitetdə prorektor, eyni zamanda təhsil, orada elə bir ki, Yüksək Təhsil Nazirliyi var, yəni universitetlərə baxan. Yüksək Təhsil Nazirliyinin muavini, bildiyim qədərlə 9 uşağı var idi. Yəni 9 uşağının 9'u da maşallah, yəni mən biz eləyirdik, ailəlikcə dostluq eləyirdik. Ailəlikcə dedikdə, yəni onların ailəsi ilə mən dostluq eləyirdim, onun qardaşı ilə dost idim və vaxtaşırı onlara da gedirdik. Yəni maşallah, uşaqların hamısı çox tərbiyəli və evə nə vaxt gəlirsən, yeməyi, içməyi, hər şey hazır, nə bilim, təmiz. Yəni deməli bunu bacara bilirlər xanımlar istəyəndə. Yəni həm evini belə deyək də, evdar xanım olaraq gözəl saxlamaq, həm belə 9 uşaqla. İndi əlbəttə ki, uşaqların yaş fərqi var. İndi yəqin ki, böyük uşaqlar artıq kiçik uşaqlara kömək edirdilər. Amma 9 uşaqla yenə də və eyni zamanda 2 dənə də rəsmi işi var idi. Həm də universitetdə professor idi. Və maşallah, yəni həqiqətən adamı heyrana qoyacaq bir məsələdir və istədikdə insanlar buna nail ola bilir. Bəli, Anar müəllim, indi gələk ailə institutu məsələsinə istəyirəm və ailə institutundan kitab xüsusi bir bölmə ayırır və ondan bəhs edir. Ailə institutu ümumiyyətcə nə olan şeydir? Mənim bildiyim Azərbaycanda bu tip yerlər yoxdur. Hal-hazırda biz bir dənəsini qurmağa çalışırıq, Allah nəsib eləsə. Ailə institutu nədir? Bunun mahiyyəti nədir? Müxtəlif ölkələrdə nümunələri varmı? Varsa bu necədir? Tətbiqatda necə olur bu? Yəni sadəcə belə açırlar bir yerdə ailə institutu adını qoyurlar, elə orada dururmu o? Yoxsa həqiqətən də praktikada bu institutlar işə yarayırmı? Ailə elə bir şeydir ki, onu öz başına buraxmaq olmaz. Və bunu ənənəvi olaraq da biz görmüşük. Bizim öz ailələrimiz, bizim babalarımızın, nənələrimizin belə deyək də, ailələri çox-çox daha möhkəm olub. Yəni biz indi hal-hazırda birinci ailənin önəmindən danışandan sonra niyə bu institutlar quruldu və niyə belə bir şeyə zərurət yarandı? Çünki dediyim kimi əvvəl cəmiyyətlər dindar idi. Yəni fərqi yoxdur. Bu istər qərbdə ola bilər, istər şərqdə ola bilər, fərqi yoxdur. Və bu dindar cəmiyyətlər daha çox din xadimlərinə və yaxud da din məbədlərdə, belə deyək də, daha çox o ailələr qurulurdu. Yəni ailələrin o bərəkətliliyi elə bil ki, oradan gəlirdi. Sonra biz bilirik ki, xüsusilə 19-cu əsrin sonlarında, artıq 20-ci əsrdə və xüsusilə də biz tərəflərdə ki, Sovet İttifaqında ümumiyyətlə din qadağan idi və bugün də bir çox bəzi başqa ölkələrdə artıq din qadağandır. Yəni o olmayanda artıq sənin o belə deyək də, o yeməyin var, yeməyin duzu yoxdur. Yəni sən yeməyi bişirirsən, hər şey, bütün elə bir ki, lazım olan belə deyək də, o tərkib hissəsində olan maddələri qatırsan, amma ona duz, istiot, yəni baharat qata bilmirsən. Yəni din əslində demirəm ki, duz istiotdur. Amma ona elə bil ki, sanki o dad verən bir şeydir.
dindən azad olanda artıq insanlar sual verməyə başladılar. Bilirsiniz, din elə bir şeydir ki, siz sual verə bilmirsiniz. Yəni Allah deyib, bu belədir. Bu aksiomadır. Yəni sən onu artıq sorğulaya bilmirsən. Amma bu insan məhsulu olanda, yəni insan beyninin məhsulu olanda, başqası da deyir ki, sən məndən göy ağıllısan ki, sən belə fikirləşsən də mən də belə fikirləşirəm. Ona görə artıq fərqli-fərqli bugün ailə institutuna, belə deyək də, amma bu fərqli mənada ailə institutuna artıq hücumlar başlayıb. Və ailə institutuna hücumlar dediyim kimi, məsəl üçün, bax, qərb toplumunda biz bir şey dedik. Məsəl üçün, ailə institutunda ata-ana əsasdır, uşaq onun sözünü dinləyər. Yəni, bu bir qaydadır. Amma qərb cəmiyyətində bu artıq belə deyil. Deyirlər ki, yox, uşaqların hüquqları var deyə, yəni ata-ana əsas deyil, dövlət əsasdır. Dövlət qərar verir ki, bu ata-ana uşağa nəsə deyə bilər, yoxsa yox. Və bütün dövlət institutunu onun üçün çalışdırır. Polis və s. hamısı ki, uşaqlara uşaq hüququ. Biz bilirik ki, və buradan da başqa-başqa problemlər ortaya çıxmağa başlayıb. Yəni, bugün zordan, belə deyək də, uşağın ümumiyyətlə anladığı bir şey deyil, onu fərqli cinsə çevrilməyə, məsəl üçün, sevgi eləyirlər və s. Yəni, bu qərb cəmiyyətlərində xüsusilə olan şeylərdir, amma sadəcə qərb cəmiyyətlərində deyil. Yəni, bu Hindistanda da var, bu əfsuslar olsun ki, müsəlman olan Əfqanistanda da var, belə deyək də, fərqli-fərqli ifrat və təfritlər var. Da, yəni, biz qərb cəmiyyətinin müsbət tərəflərindən danışırıqsa, öz cəmiyyətimizin mənfilərindən də danışmalıyıq. Yəni, və yaxud da öz cəmiyyətimizin müsbətlərindən danışırıqsa, qərbin də mənfilərindən danışmalıyıq. Amma ümumi biz götürdükdə, bugün o ailəyə hücum var deyə, ona görə ailəni öz başına buraxmamaq üçün və bugün ənənəvi o institutlar, belə deyək də, ənənəvi institutlar işləmədiyinə görə, belə bir institutun yaranmasına ehtiyac və yaxud da zəruriyyət hiss olundu. Və fərqli ölkələrdə əlbəttə ki, bu fərqli cürdür. Yəni, indi belə deyək də, bu kitabın timsalında və yaxud da qərbdə yarana biləcək problemlərdən ən böyüyü o idi ki, bura köçən müsəlmanların ənənəvi ailəsi yox idi. Baba, nənə yox idi bu, belə deyək də, bu şəklin içində. Gənc nəsil özü köçür. Gənc nəsil özü köçürdü və ondan sonra gələn nəsildə, yəni biz bilirik də, yəni tərbiyədə ancaq ata-ana iştirak eləmir. Yəni tərbiyədə daha geniş ailə iştirak eləyir, bəzən mənfi iştirak eləyir. Biz bilirik də, uşağın dayısı ona söyüş öyrədir, misal üçün də, nə bilim, başqa-başqa şeylər öyrədir və s. Bəzən mənfi olur. Amma bəzən də müsbət olur. Yəni, və bir çox hallarda müsbət olur. Yəni, misal üçün, baba ilə nənə, yəni o ənənəni verir. Yəni, özləri öyrənirlər, o adətləri, ənənələri və s. onlar verir. Amma dediyim kimi, şəhərləşmə baş verəndən sonra, misal üçün, bir çox Bakıda yaşayan insanlar rayon əsillidir, yaxud da kənd əsillidir. Onlar artıq öz ənənəvi cəmiyyətindən, ənənəvi ailəsindən ayrılıb gəliblər Bakıya, özləri tək yaşayırlar və burada özləri artıq nənə-baba olublar. Yaşanan bir çox çətinliyin nəslinə təməlində yatır. O şey ki, uşaq böyle geniş ailədə olanda, o uşaq ki, enerjili olur az yaşında, o enerji dağılır hər kəsə. Tamamilə doğru. Bir də var, bir dənə ana dörd divarda bütün uşaqların enerjisini özü çəkməli və idarə eləməli. Bəli. Və neyin ki o, yəni onun axı ana da, biz bugün ananı da artıq belə deyək də 24 saat işləyən anadan çevirmişik 6-7 saat və yaxud da 8 saat işləyən anaya. Yəni çünki ana evdə oturanda 24 saat işləyir əslində. Belə deyək də, bəlkə yatanda da işləyir. Çünki uşaq oyanır, qızdırması olur və s. və s. və s. Yəni onu da etiraf eləmək lazımdır. Amma biz bugün artıq o işləyən analar da, yəni artıq ona gətirib çıxardıb ki, uşağın tərbiyəsi ilə demək olar ki, başqaları məşğul olur. Və əsasən bu başlayır nə vaxt? Artıq 2 yaşından, elə ki 2 yaşına qədər dövlət müəyyən dəstək olur anaya. Yəni indi Azərbaycanda elədir, bəzi ölkələrdə ondan da azdır. 2 yaşına qədər, yəni ən azından Azərbaycanda bu dəstək olur. 2 yaşından sonra isə ana verir onu bağçaya. Bağçada artıq başqa müəllimələr, digər uşaqların tərbiyə edirəm də onların boyasına boyanır uşaq. Və sorumluluq və yaxud da o məsuliyyət səndədir, səndən soruşurlar ki, sən uşağın filan şey belə elədi. Amma faktiki olaraq onun tərbiyəsində o qədər insan iştirak eləyir ki. Yəni bir dənə sən yoxsan. Faktiki olaraq bir dənə sən yoxsan əslində. Yəni məsuliyyət də demək olar ki, səndə deyil. Sonra məsəl üçün o işdən qaydanda o ana, işləyən ana. Əlbəttə ki, o Malayziyada danışdığımız xanım istisna olmaqla.
Bir çoxları elə bil ki, onlar qaydanda artıq yorğun olur və yaxud da beyni işdəki işlərlə məşğul olur. Yəni biz bilirik ki, biz bütün gün işləyirik və işdə işimizi bitirmirik. Yəni iş hələ evə də qalır və s. və ana daim işləyir. Uşağa artıq vaxt ayıra bilmir. Vaxt ayıra bilsə də nəvazişli olmur, mehriban olmur, mərhəmətli olmur. Niyə? Çünki vaxtı yoxdur. Yəni o bir şey yetişdirməyə çalışır, professional olmağa çalışır. Yəni bugün bizim qızlarımızı alladıblar. Belə deyək də, bizim xanımlarımızı ümumiyyətlə alladıblar ki, yəni o karyera və s. yəni indi mən demirəm ki, olmasın. Olsun. Amma ənənəvi olaraq, yəni belə deyək də, cəmiyyətlərdə elə gəlib ki, kişilər gediblər, ov eləyiblər və yemək və s. gətiriblər evə. Və qırılıblar da orada. Yəni o həm də təhlükəlidir. Biz bugün bərabərlikdən danışırıq və s. Yəni çox böyük bir mövzuya belə deyək də, əslində toxunacağıq. Ona girsək oradan çıxa bilmərik. Bəli, ona görə çox girməyək. Amma həmin o ailə institutuna hücumların tərkib hissəsidir. Yəni bugün qadın artıq evdar qadın olmaq istəmir. Bugün qadın uşaqlara baxmağı özünə ar bilir. Uşaqlara baxmağı əsas vəzifə olaraq qəbul eləmir və belə deyək də, ona görə də başqa bir yol seçir. Yəni karyera, yəni iş, daha çox professionallıq və s. Ki, yenə də deyirəm, orada bir qəbahət görmürəm. Yəni bir xanım professional da ola bilər, bir xanım təhsilli mütləq olmalıdır. Amma onun əsas işi o karyerası olmamalıdır. Ana. Bu çünki ata ana ola bilmir. İstəsəm də ola bilmirəm. Və uşağa da bu isti, bu nəvaziş, bu mehribanlıq lazımdır. Yəni uşaq elə ona görə travmalı böyüyür. Biz travmalardan çox danışırıq. Amma fərqli travmalar da olar. Yəni əslində uşağın travması ondandır ki, yetərincə diqqət almır valideynlərindən. Və ata da biz bilirik ki, işdən qayıdır, o da yorğun, arğın və bugün biz bilirik ki, maaşlarda da belə deyək də, əfsuslar olsun ki, bir çox insanlar o məcburdur ana işləməyə və s. Çünki ailəni dolandırmaq yetərincə bahalı bir şeydir və ona görə də ana mütləq məcbur olaraq işləməli olur və indi fikirləşin ki, ana həm də ağır fiziki işdə işləyirsə, gedib kiminsə evini yığışdırırsa, belə deyək də, küçələri süpürürsə, soyuqda, qarda, qışda və s. İndi fikirləşin ki, onun yükü nə qədərdir. Ona görə cəmiyyət olaraq biz bunları bir daha gözdən keçirməliyik, biz bir daha həll yollarını tapmalıyıq və həmin onun üçün bax belə ailə institutları quruldu. Dediyim kimi Qərbdə qurulan ailə institutunun həm də o ənənəvi ailənin yerini tutmaq idi ki, baba, nənə və s. və ailə problemlərini araşdırıb onlara uyğun olaraq bir həll yolları seçməkdir. Onlardan birini misal üçün deyim. Qərbdə ikinci nəsil ailələr çox dağılırdı. Elə bil ki, atalar, analar köçüblər, ya Amerikada, nə bilim, Almaniyada və s. yaşayırlar. Onların ailələri hələ də o enerji var da, belə deyək də, öz ölkələrindən gətirdikləri adət-ənənə və s. var. Amma orada böyüyən uşaq, məsələn, İngiltərədə böyüyən uşaq, yəni Pakistanlı görsənə bilər. Yəni zahirən Pakistanlıdır. Amma daxilən artıq ingilisdir. Yəni o artıq ingilis mədəniyyətində böyüyüb. Və ona görə də onun üçün də çox rahatdır. Məsələn, evlənib boşanmaq və yaxud da ümumiyyətlə evlənməmək, yəni rahat həyatını yaşamaq və s. Və müəllimlərin də iştirak elədiyi həmən o, belə deyək də, o məsləhətləşmədə onlar qərar verirlər ki, burada bir problem var. Yəni bizim ən böyük problemimiz odur ki, biz uşaqları necə evləndiririk? Sən atasını tanıyıram, anasını tanıyıram, mən də atasını tanıyıram, anasını tanıyıram. Yaxşı, yəni bunlar yaxşı evlənə bilər. Amma uşaqların, belə deyək də, uşaqlardan ümumiyyətlə heç soruşmurlar. Ki, ay uşaq, sən, yəni bu qız xoşuna gəlirmi? Ay qız, sən, oğlan xoşuna gəlirmi? Və s. Və ola bilər ki, zahirən xoşuna gəlir. Amma içini bilmir axı. Ona görə bir sorğu anketi düzəltdilər. Və o sorğu anketi düzəldiləndən sonra, o sorğu anketinə insanlar cavab verəndən sonra və ailələr o sorğu anketinin o matchmaking deyirlər də, yəni uyğunluq
tapılandan sonra ki bu gənc oğlan bu gənc qızla daha rahat dil tapa bilər. Çünki bu da introvertdir, bu da misal üçün introvertdir və yaxud da əksinə biri ekstravertdir, biri introvertdir. Yəni o suallara cavab tapandan sonra artıq belə deyək, daha az ailə dağılmağa başladı. Yəni Malayziyada, yenə də Malaiziyadan bir misal verəcəm. Bizdə misal üçün biz bilirik ki, biz nikah qeydiyyatından keçməmişdən əvvəl bir ay əvvəl bizə müddət verilir. Yəni bir ay əvvəl qeydiyyata keçmək üçün bir ay əvvəl müraciət eləməlisən. Malayziyada bu 6 aydır. Və bu 6 ayda sizi boş buraxmırlar. Sizi əməlli başlı dərsə çəkirlər. Burada bizdə də əslində sağlamlıq haqqında da arayış var, belə deyək, gicsə dair və s. Çünki ola bilir də indi gənclikdə kimsə müəyyən səhvlər eləyib və ona görə də indi xəstəlik tapıb. Malayziyada da bu var. Əlbəttə ki, bu yoxlanılır tibbi olaraq, amma real yoxlanılır. Yəni sən arayış ala bilmirsən də, mütləq o qan analizini, bütün analizləri verməlisən və ondan sonra burada almaq olur ki, mən bilmirəm də hansısa ölkədə yəqin ki almaq olur. Və ona görə də və ondan sonra sizi dərslərə cəlb eləyirlər orada. Və o dərslərdə də sizə əməlli başlı ailə həyatı nədir, qaynana gəlin münasibətləri, yəni və hansı problemlərlə üzləşə bilərsiniz, maddi və s. və s. və s. Yəni və bunlar artıq dərs olaraq keçirilir və dediyim ki, Malayziyada 3 fərqli irq var. Yəni Çinlilər öz mədəniyyətlərinə uyğun olaraq, Hindlilər öz mədəniyyətlərinə və dinlərinə uyğun olaraq, Malaylar da öz mədəniyyət və dinlərinə uyğun olaraq müəyyən o motivasiya dərsləri keçirlər. Və bu həqiqətən ailənin sağlam qalmağına, ailənin güclü qalmağına çox ciddi töhfələr verir. Yəni əfsuslar olsun ki, biz görürük ki, bizim cəmiyyətdə də boşanmaların sayı getdikcə artır. Yəni ildən ilə daha çox olur. Və bu əslində həyəcan təbilini çalmaq üçün yəni artıq vaxtdır və ona görə də bu kitab vasitəsilə, çünki bu kitab belə deyək də qərbdə yaşayan müsəlman və yaxud da ənənəvi insanlar üçün çox yaxşı bir dərs vəsaitidir. Yəni burada tapşırıqlar var, ümumiyyətlə ailələrdən, indi yəqin ki, mütəxəssislər daha ətraflı danışacaqlar kitabın özündən, amma kitab özü həqiqətən dediyim kimi, burada müsəlman dedim, ondan sonra da ənənəvi dedim. Məsəl üçün, bəzi cəmiyyətlər həqiqətən bəlkə müsəlman deyillər, xristiandırlar, bəlkə buddistdirlər və s. amma ənənəvidirlər. Və onlar o ənənəviliklərini itirmək istəmirlər. Amma bu qloballaşan dünyada əfsuslar olsun ki, artıq belə deyək də başqa ölkəyə getməyə belə ehtiyac yoxdur. Yəni dəyərlər bizə bütün o ekranlar vasitəsilə gəlir, telefon, televizor və s. Yəni biz artıq bütün dəyərləri elə bil ki, seriallardan, hər bir şeydən götürürük də, yəni insana istər-istəməz bu təsir eləyir. Və ona görə də bu kitaba müraciət edərək və bu kitab bir neçə dildədir, artıq rusca da var. Belə deyək də bizim cəmiyyətdə danışılan bir çox dillərdə var. Yəni istər Azərbaycanca əlbəttə ki var, rusca var, ingiliscə var. Yəni kimə türkcə var, Türkiyə türkçəsində də var. Yəni əgər kiməsə maraqlıdırsa, yəni kiməsə daha rahatdırsa onu oxumaq. Ona görə bu kitaba müraciət edərək bir çox o problemlər həll oluna bilər. Dediyim kimi o ailə institutları indi Azərbaycanda əslində rəsmi qurumumuz var. O rəsmi qurumumuz da yetərincə belə deyək də səy sərf edir, amma əfsuslar olsun ki, onların o səyləri belə deyək də cəmiyyət üçün yetərli deyil. Çünki dediyim kimi, yəni o təsir qüvvələri hər birimizin cibindədir, hər birimizin əlindədir. Yəni telefondur və s.dir. Ona görə ya artıq bir o content ilə və yaxud da yaradaraq, yəni artıq nə bilim filmlər çəkərək, nə bilim maraqlı bu seriallar kimi məsəl üçün Azərbaycanda gedir, onlar da yetərincə populyardır. Onların içinə o dəyərlərimizi salaraq. Mən birini gördüm bu arada, istəyirəm onu elə da keçsin onun da adı. Mən Lalə və bir də Sherlock Holmes deyə İctimai TV-də bir serial çəkiblər. Həm serialın ümumi konsepti çox gözəldir. Orada bir kitab oxuyan bir uşaq var. Kəndə nənə babasının yanına gedir, yayı orada keçirir istirahətini. Oxuduğu kitablardakı xarakterlər onun zehnində canlanır, biz onları görürük. Məsələn, Sherlock Holmes 1-ci seriyadan sonuncu seriyaya qədər orada var. Onun yerinə nə bilim Agatha Christie'nin baş qəhrəmanı, sonra
digər Aleksandr Dumanın əsərindəki qəhrəmanlar və s. belə hər bölümdə bir əlavə qonaq qəhrəman var ki, o həmin kitabı oxuyur və qarşılaşdığı problemləri həmin o xarakterin obrazında köməyi ilə həll eləyir. Eyni zamanda həmin filmdə çox gözəl ailə obrazı qoyublar müəllim. Çox gözəl nənə-baba var, onların arasındakı o xoş münasibət var. Onların gəlinləri ilə gözəl münasibətləri var. Tövsiyə eləyərdim ki, həqiqətən o serialı bilməyənlər varsa onu izləsinlər. 12 bölümlük qısa serialdır. Çox qəşəng işləyiblər. Həm ailə münasibətlərini, həm də biraz uşaqları oxumağa həvəsləndirir, motivasiya edir. Gözəl. Yəni məncə də, yəni bu ancaq belə baş verə bilər. Çünki dediyim kimi bu gün bizim müəllimlərimiz, bu gün bizim tərbiyəçilərimiz heç ata-ana da deyil, nənə-baba da deyil. Artıq telefonlardır, ekranlardır, belə deyək. Telefondur, televizordur, planşetdir və s. Ona görə yəni bu məzmunları, content sözünün Azərbaycancasını tapdım. Məzmunları taparaq, məzmunları yaradaraq biz bəlkə nəsə təsir edə bilərik cəmiyyətimizə. Bəli, çox təşəkkür edirəm Anar müəllim. Gəldiniz, əziyyət çəkdiniz, bölüşdüyünüz fikirləriniz bizdən dəyərli idi. Ümid edirəm ki, izləyicilərimiz də bundan çox faydalandılar. Belə əziz izləyicilər, ilk podkastımızın sonuna gəldik. Çatdıq. İzlədiyiniz üçün təşəkkür edirəm. Bura qədər izləmisinizsə, deməli siz bacaracaqsınız. Bizi izləməyi, şərh yazmağı, bizə tənqidiniz, şərhiniz, hər nə təklifiniz varsa bunu bizə bildirməyi unutmayın. Videonu bəyənib və bəyəndinizsə əlbəttə ki, ondan faydalanmağını istədiyiniz yoldaşlarla paylaşmağı unutmayın. Sağ olun, gələn görüşlərə dək.